Yaxşı, gəldik dərsin ən maraqlı yerinə. Ən belə deyək də, bu dərsin canı gözü buradır. Ədədin tam və kəsr hissəsi. Ədədin tam və kəsr hissəsi. Burada artıq hamınızdan bir sual cavab eləyəcəm, xəbəriniz olsun. Ona görə diqqətlə qulaq asın ki, mən random ad çəkəcəm, o izah eləyəcək. Birinci mən izah edirəm, sonra suallar sizə verəcəm. Yaxşı uşaqlar, tam hissəni mən tığ yazacağım. Bunu yadda saxlayın. Qısa yazacağım çünki tam hissə deməkdir. Kəsr hissəni də k yazacağım. Bu da olacaq bizim kəsr hissə. Bunu bilin, bəsdir bizə. Yadda saxlayın ki, ədədin özü tam və kəsr hissənin cəmindən ibarətdir. Yəni ədədin özünü tapmaq üçün tam hissə ilə kəsr hissəni toplamaq lazımdır. Elə bil cibinizdəki pulu tapmaq üçün manatlarla qəpiklərinizi toplayırsınız da belə bir şeydir. Baxaq indi. Birinci başlayıram sadələrindən. 1. Məsələn yazıram ki 4,3. Ağzımda deyirəm dostlar 4,3. Yəni tam hissəsi bunun 4-dür. Kəsr hissəsi də olacaq 10,3. Yəni 0,3 yazıram. Bunu yazdıq. Mən sizə mənfini izah eləməmişdən qabaq bir şey izah edeyim ki, ədədin tam hissəsi ədədin özünü aşmayan hissəsinə deyilir. Ədədin özünü aşmayan. Məsələn, deyirəm ki, 4,3 demişəm, düzdürmü? Buraya yazıram onda 1, 2, 3, 4, 5. Burada yazım lap 6. 4,3 harda yerləşir? Təqribən gəlirəm bura 4,3 buradır. Tam hissəsi özünü aşa bilməz. Yəni mən özündən geriyə qayıtmalıyam və 4-ü götürməliyəm. Bax, hər zaman ədədin sol hissəsində yerləşəcək tam hissə. Mənfilərdə də belədir, müsbətlərdə də belədir, hər şeydə belədir. Hər zaman kəsr hissə, daha doğrusu tam hissə özündən solda yerləşən ədədi götürmək lazımdır. İndi ikinci izah edirəm mən sizə mənfi olan hissəni. Məsələn, yazsaydım bura mənfi 4,3. Buradan tam hissə nəyə bərabər olacaqdı? Kəsr hissə nəyə bərabər olacaqdı? Bunu yazmamışdan qabaq sizə birinci görsəl şəkildə, praktik şəkildə göstərim, sonra gələyim oradan taktika üsuluna. Məsələn, buradan sıfırdan geriyə sayıram. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 və s. Biz tapmışıq mənfi 4,3-ü. Mənfi 4-dən keçdim bu tərəfə. Oldu mənfi 4,3 buralarda bir yerdə. Mən nə götürürəm hər zaman? Ədədin tam hissəsi özündən solda yerləşir. Baxın, deməli tam hissəmiz mənfi 5-ə bərabərdir. Aydın oldu? Hər zaman tam hissə özündən solda yerləşməlidir. Mənfi 4,3 tapılım. Gedib burada mənfi 4-ü götürməyin ha. Ədədin özündən solda yerləşməlidir tam hissə. Baxın, yuxarıda nə dedim mən? 4,3-ün tam hissəsi solda yerləşib. Deməli, soldakını götürdüm. Mənfi 4,3-ün solda nə var? Mənfi 5 var. Deməli, baxın, mənfi 4 isə tamları bir dənə artıq götürürsünüz. Mənfi 5. Bu aydın oldu hamıya? Bəli. Kəsr hissəni tapanda, bax, buradakı bu quyruğu birdən çıxırsınız. Yəni, 1 çıxılsın 0,3. Bu da bizə verəcək 0,7. Görürsünüzmü? Burada rol oynayan rəqəm 1 oldu. Deməli, birinci hissənin üzərinə 1 gəldiniz, 1 vahid artırdınız. Bu hissəni isə 1-dən azaltdınız. Yaxşımı? Birinci tərəfi 1-də artırırsınız, ikinci tərəfdən 1 azaldırsınız. Belə yada saxlaya bilərsiniz. Məsələn, mən yazıram ki, indi bir dənə əlavə yazıram bura. Mənfi 6,7. Bunun tam hissəsi deyəndə mənfi 6-dırsa götürəcəksiniz oradan mənfi 7-ni. Kəsr hissəni tapanda birdən həmin o 0,7 var, bax quyruqdakı. Bunu çıxacaqsınız. Qalacaq 0,3. Yəqin ki, hamı dərk eləmiş olur bu hissəni. Qaranlıq qalan var mı kiməsə? Xeyr, müəllim. Olsa xəbər eləyin, izah eləyəcəm. Bu getdik. İndi baxıram, məsələn, yazıram kök altında 17. Bunun tam hissəsi nəyə bərabərdir? Fikirləşəcəksiniz ki, burada nəyin kvadratı 17-yə yaxındır? Məsələn, 5-in kvadratı 25 çox olur. Deməli, 4-ün kvadratına baxıram, 16. Hə, deməli, bunun tam hissəsi 4-üymüş. Yəni, nəyin kvadratı ora yaxındırsa, onu götürürsünüz. Kəsr hissəni tapanda birinci növbədə kök altı ifadəni köçürürsünüz. 17 nəyin kvadratı yaxın idi? 4-ün. Özündən sonra 4 yazırsınız. Çıx 4. Fikir verirsinizsə, hər zaman buradakıyla buradakı bir-birini aparmalıdır ki, buradakının özü qalsın. Bildinizmi? Bax 4 ilə mənfi 4 gedəndə burada kökdə 17 tək qalacaq. Yəni cavabın özünü verəcək. Onda yadda saxlayırsınız ki, kök altı ifadənin tam hissəsini tapanda özünün kvadratı, nəyin kvadratı buraya yaxınsa onu götürürəm. Kəsir hissəni tapanda tapdığımı özündən sonraya çıxıram. Məsələn, biraz sual cavab eləyək burada. Kök altında 23 yazıram.
Hüseyn kök altında 23'ün tam hissəsi nəyə bərabərdir? 5 yazacağıq. 5'in kvadratı neçə eləyir? 6 daha doğrusu. 6'nın kvadratı neçə eləyir? Salla 25 kvadratı. eləyir, 36 eləyir. Çox 36'ya yaxın oldu. yəni 25'in Çox oldu kvadratı. axı. 23 götürən, Tamam 23'dən çox gördüm. oldu. Özünü aşa bilməzsən. 55 olar da 25'ə. 5'in Özünü aşa kvadratı bilmərəm ay millət. Azərbaycan dilində Hə, 23 danışır. 4'dür daha onda 16 4. eləyir. Bəli. 5 götürəndə və 4. 25 oldu. Çox oldu. Deməli geri qayıtmalıyam. Bəli. 4 götürəcəm. Kəsr hissəni tapanda kökdə 23'ü yazıram. Özündən sonra çıx 4 yazıram. Aydın oldu mu? O da değil 19. Evet. Çıxanmaram bunu. Bax belə qalır ha bu. Da Böyle bunu yazım 19 ora. 23 Elə şey kalır. olmaz. Kökdən ədəd çıxmaq olmaz. Beləcə qalacaq. Məsələn yazıram kök altında 53. Afət tam hissə nəyə bərabərdir? 7. Bəli, 7'nin kvadratı 49. 8'in kvadratı 64 edir. Çox oldu. Deməli 7 götürürəm. Kəsr hissəni tapanda Afət nə etməliyəm? Mənim 7 çıxacaq 53-dən. Bəli, kökdə 53 çıx 7 olacaq. Aydın oldu hamıya? Belli mellim. Məncə burada qeyri-adi bir şey yoxdur. Asan, rahat misaldır. Gəlirəm 4-cü yazıram indi. İndi mənfisinə baxıram. Mənfi kök altında 17 yazıram. Normalda 17'nin tam hissəsi nəyə bərabər edir uşaqlar? 4. Demişdik bayaqları yuxarıda ki, mənfi olanda artıq götürün. 4 qaçın 5'e. Ha, Beş. mənfidir. Onda mən bura mənfi 5 yazmalıyam. Unutmayaq bunu, yaxşımı? İndi kəsr hissəni tapanda, mənfilərdə kəsr hissəni tapanda bu mənfi kökdə 17'nin özünü bura yazırsınız. Və yuxarıdakı mənfi 5'də bura müsbət kimi yazırsınız. Pisiyo. 5 ilə mənfi 5 gedəndə mənfi 17'nin özü qalacaq. Aydın bu hamıya? Belli. Məsələn, yazıram kök altında mənfi 83. Kimdən soruşaq? Kimdən soruşaq? Nərmin. Tam hissəsi nəyə bərabərdir? 10'a mənfi 9 götürsəm 81 az qaldı. Deməli mənfi Mənfi onda- olanda 10 götürməliyəm. Bəli, mənfi 10 götürürəm. Bəs kəsr hissəni tapanda nə yazmalıyıq? Bax bunu özün yazıram. Bəli, müsbət 10'u da bura yazıram. Pisiyo, bu da olur kəsr hissə. Yaxşı, Hüseyn, səndən soruşuram birində. Bəli. Kök altında 103. Tam hissə nəyə bərabərdir Hüseyn? 11. 11. Bəli, onun kvadratı 100 eləyir. Deməli buna çatmadı. Deməli ona mənfi 11 götür. İşarəsini də deyin, nə olar? Hə, mənfi Kəsr 11. hissə Kəsr hissədə mənfi kök 600 çıxırıq mənfi 11'ə. Müsbet. bunu yazıram, 11'də qabağına tullayırıq. Pisiyo, bu da olur kəsr hissə. Aydın oldu mu? Belli mellim. Bəli. Bəli, özündən böyük götürürəm. Yaxşı, bu getdi. Gəldim indi qarışıq misala. Məsələn, yazıram ki, 5 üzərinə gəlinsin kök altında 13. Bunun tam hissəsini tapacağıq, sonra kəsr hissəsini tapacağıq. Birinci növbədə 5'in özü qalacaq millət. Üzərinə gəl. 13 nəyin kvadratına yaxındır? Altın 6. 9'un Yok yok. 3'ün 3'ün də tamı Üçün 3'dür də. üçündən. 13'ün tamısı 3'dür. 4'ü yazsam 16 eləyəcək. Ödəmir. 4'ün kvadratı 16 eləyəcək. Çox eləyir. Deməli 3'ü götürürəm. Bu da eləyəcək 8. Deməli tam hissə 8'ə bərabər oldu. Bu aydındır hamıya. Belli. Qarışıq misalların kəsr hissəsini tapanda ədədi tullayırsınız. Oradakı kökü yazırsınız bura. Kök 13. 13 nəyin kvadratına yaxındır? 3'ün. 9'un İçin. Bax, bura 3 yazıram. Fikir verirsinizmi? 8 ilə mənfi 3 mənə misaldakı 5'i verir. Gördünüzmü? Bəli. Deməli, qarışıq misallarda tam hissəni tapanda sırayla 5'in özünü yazdım. 13 3'ün kvadratına yaxın deyə 3'ü də yazdım. Cəmi 8 verdi. Bu qaldı. Bunu tulla qırağa. Bu sənin tam hissəndir. Bununla başqa işin yoxdur sənin. Gəldim kəsr hissəyə. Kəsr hissəni tapanda ədədə tullayırsan, kökə baxırsan ancaq. Müsbət isə müsbətini götürürsən, mənfi isə mənfisini götürürsən. Kök 13'ün müsbətdir. Yazıram bura. 13 nəyin kvadratına yaxın idi? 3'ün. Özündən sonra çıx 3 yazıram. Getdi misal. Yaxşı, sual verək. Kimə verək? Kimə verək? Afət. Bəli. 7 üzərinə gəl kök altında 35. Buyur. Tam hissə nəyə bərabərdir? Tam isə 7 bərabərdir. 7 bərabər Mən yox. 7 üstə gəl. 7 üstə gəlməm. 6 ola bilər. 6'nın kvadratı neçə eləyir Afət xanım? 36. Beş. Ona qalmaq olmaz. 5 Beş. ola bilər. Bəli, onda 5 götürürük. Bu da bizə verdi Aha. 12. Kəsr hissəni Bəli, tapanda nə sonra- edəcəksən?
Mənim sonra kök altında 35 çıxırdıq 5-i. Ay sağ ol. 7-nin tollayıram işim yoxdur. 35 də Aha, 5-in kvadratına yaxın deyə özünə sonra çıx 5 yazdım. Getdi. Bu qədər sadə. Başa düşdün? bəli, mən başa düşdüm. Mən Ülviyə yazıcı qoşula bilmirəm mən. Gördüm. Link atında baxar oradan. 10 zoom'unu düzəldim gərək. Yaxşı. Günay. Bəli, mənim. Buyur. Tam hissə Ee, 13 üstə gələk 11 10. 11 neçə eləyir Günay? 10 hə. Hə 10. 121 eləyir. Çox elədi. Deməli bu oldu 23. Bu tam hissə. Hə. Kəsr hissə bəs Kök altında da yazırıq 101 çıxılsın 10. Vsyo, işimiz bitdi. Gəldi indi başqasına. Hüseyin başa düşdün bunları? Bəli, başa düşdüm. Gəldik 7-ciyə. Məsələn, indi bu dəfə mənfilərlə gedəcəm. Deyirəm ki, 8 çıxılsın kök altında 13. Tam hissəsini tapaq. Sonra da kəsr hissəsini tapaq. Deməli, uşaqlar, burada nə edəcəyik? 8-in özü qalacaq. Sən artıq buna mənfi kökdə 13 kimi baxacaqsan. 5 13-ün olacaq. bəli, 13 3-ün kvadratına yaxın idi. Amma mənfi var deyə biz 4 götürəcəyik. Buraya yazıram, çıx 4. Ha, 4. Bu da olacaq 4. Mənfisini o da işarələdim ki, mənfidə bir tık artıq götürürəm axı. 3-ün kvadratı 9 eləyir, amma 13-ə çatmadı. Mənfi var deyə. Deməli ona görə 4 götürürəm. 8 çıxılsın 4 oldu 4. Kəsr hissəni tapanda bayaq dediyimiz kimi 8-i tullayıram, qaldı orada mənfi kökdə 13. 13 nəyin kvadratına yaxın idi? 4-ün. Çünki qabağında mənfi. O 4-ü Hə, bunun 4. qabağına yazıram. 4. Bitiyor. Aydın oldu mu? Bəli. Fikir versəniz, müsbət olanda tam hissəni özündən sonraya yazdıq, mənfi olanda tam hissəni özündən qabağa yazdıq. Ya da belə yadda saxlayın. Baxın, ən rahat yolları. Variantlardan bunu tutmaq olur ha. Bax, elə bil ki, cavab mənfi ola bilməz. Həmişə müsbət olmalıdır. Kök altda 101 yazdım. Çıx, onu da yazıram kök altda 100. 101-dən 100 çıxanda müsbət qalır. Deməli, bu doğrudur. Gəlirəm aşağıya. 4-ü yazıram kök altda 16. Çıx kök altda 13. Baxın, 16-dan 13 çıxanda müsbət qalır. Heç vaxt cavab mənfi olmamalıdır. Bunu unutmayın. Variantda bəzən yazır 4 çıx kökdə 13, birində də yazır kökdə 13 çıxılsın 4. Deyirsən, ay Allah, görən hansıdır bu cavabı? Onda bunları kökdə saxla. 4-ü fikirləş 16 kimi, bu da 13-dür. 16 çıx 13 biridir. Bunu da fikirləş 13 çıx 16-da biridir. Mənfi olan tulla. Müsbət olan lazım sənə həmişə. Yaxşımı? Yaxşı. Bu getdi. Yaxşı. Sual verək. İndi kimə verim sualı? Rəşidə. Bəli. 10 çıxılsın kök altında 51 deyirəm. 8 olacaq. 10 çıxılsın 8. Yəni 7-nin kvadratı 49 edir. 51-dən az qaldı. Qabaqda mənfi var deyib 8 götürürük. Bu oldu 2. İndi kəsrini tap görə Rəşidə. Aşağıdan 8 çıxılsın kök altında 51. Yox, misal bitdi. Bu qədər sadə. Yəni burada böləcək bir şey yox. Yaxşı, bir dənəsindən Hüseyndən soruşaq, sonra keçin başqa bir şeyə. Aha. Buyur Hüseyin. 10 üstü tamız çıxılsın 10. 8. 9. Bir dəqiqə görüm. Doqquz. Deyən, tələsməyin. Hələ bir şey. 9. Hüseyin, yoxla ədədləri. 68-i keçməlisən. 68-dən az qala bilməzsən. Çünki qabaqda mənfi var. Hə, 9. Bəli, 8 yazsam 64 ilə az qaldı. Deməli 9 götürürəm. Bu da bizə verəcəyi artıq 4. Kəsr sən tapanda Hə. 9. soruşursan, aha, 9 çıx Kök götür. altı 68. Belə, Aha. bu şəkildə. Aydın oldu mu? Bəli. Aydın. Bəli. Kimsə xeyir deyirdi, yoxsa mən səhv eşitdim? Bəli, mənim kimsə xeyir dedi. Kimə aydın olmadı? Deyilsin, izah edeyim. Hamı aydındır uşaqlar. Bəli, müəllim aydındır. Ha. İndi baxıram nəyə? Bir dənə sizə belə bir misal da yazacağım. Bununla tam və kəsr hissəmiz bitəcək. Bura 8-ci. Bunu ayırıram buradan. Niyə? Çünki bu qarışıq misallardandır. Məsələn, testlərdə orada görəcəksiniz ki, yazır 2 kök altında 15 çıxılsın, məsəl üçün 3 kök altında nə bilim 12. Atıram da özümdən bir şeylər. Deyir ki, ədədinin
kəsr hissəsi ilə əksinin hasilini tapın. Gəlin belə eləyək. Bu qabaqdakı ikiləri falan yığışdırım üçün. Bir də misalımız uzamasın. Vaxt getməsin ona. Sonra belə misal görəndə yadda saxlayın. Testlərdə hər zaman nə çıxır? Qeyd şəklində yadda saxlayın ki, kəsr hissə elə özüdür. Elə özü olur. İkinci, tam hissə, daha doğrusu əksi deyəndə yerlərini dəyişirsən. Yerləri dəyiş. Onda mən buradan yazıram ki, kəsr hissə bərabərdir elə kökdə 15, çıx kökdə 12-yə və əks deyəndə yazıram 12-nin 15-i yer dəyişir. Kökdə 12, çıx kökdə 15 olacaq. Bura kimi aydındırmı? Bəli. Bunların hasili soruşur da axırda. Bunları bir-birinə vuracam. Yazıram kökdə 15, çıx kökdə 12, vurulsun. Kökdə 12, çıx kökdə 15. Bu şəkildə. Mötərizəni vurub açmaq lazımdır. Kökdə 15-i kökdə 12-yə vuranda olacaq kök altda 180. Kökdə 15-i kökdə 15-ə vuranda eləcək 15. Kökdə 12-ni kökdə 12-yə vuranda köklər gedir 12-nin özü qalır. Kökdə 12-ni kökdə 15-ə vuranda mənfiyə müsbət eləyəcək kökdə 180. Bərabərdir. Kökdə 180, kökdə 180. Oldu 2 dənə. Kökdə 180. Mənfi 15, mənfi 12. Oldu mənfi 27. İndi baxıram nəyə? 180-i yazmaq olar. 36 vurulsun 5 şəklində uşaqlar. 36 vur 5 şəklində. Orada 36-dan kök çıxacaq nə? Nə çıxır 36-dan? 6. 6. Bu 6 qabaqdakı 2-yə vurulur. Olacaq 12. Bu 5 kökün içində qalacaq. Çıx 27. Qalacaq bu şəkildə. Bu da bizim cavabımızdır. Aydın oldu mu? Bəli. Bəli. Aha. Bu da belə. Qaldı bir dənə son aşamamız ədədin standart şəkli. Ədədin standart şəkli nədir uşaqlar? Birinci növbədə yadda saxlayırsınız ki, R bərabərdir. A vurulsun 10 üstündə n şəklində yazılır. Bu ədədin standart şəklidir. İndi bunlara misal işləyəcəyik. R bərabərdir A vurulsun 10 üstündə n. Bu standart şəkildir. Burada A-nın adı adlanacaq qiymətli hissə n adlanacaq tərtib. Sonra qiymətli hissə yerləşməlidir bu A hərfi 1 ilə 10 arasında. 1 və 10 arasında yerləşməlidir. İndi baxın. Məsələn, mən yazıram ki, nümunə kimi baxın bura. A bərabərdir 37. Bunu standart şəklə gətir deyir. Sən vergül elə yazmalısan ki, birdən böyük olsun, ondan da az olsun. 10 tam nə ola bilməz. 11 tam nə bilməsi ola bilməz. 12 tam nəsə ola bilməz. Ola bilər 9 tam neçəsə, aydındırmı? 1 tam neçəsə, 2 tam neçəsə, 3 tam neçəsə bu şəkildə olmalıdır. Yəni siz burada vergül düzəltməlisiniz. Vergülü baxıram, 3-dən qoya bilərəm. 3 tam neçəsə, 37 tam olası deyil ki. Aydındırmı? Onda yazıram 3 tam vergül 7. Vurulsun, onu yazıram. İndi vergül qoyduğum yerdən sonra neçə dənə rəqəm varsa onun üstünə yazıram. Bax, 1, 2, 3, 4, 5, 6 dənə. 10 üstü 6 yazıram. Aydın oldu. Vergülü qoydum, özündən sonrakılar say, onun üstünə yaz. Məsələn, yazıram B bərabərdir. 4, 7, 3, 0, 0, 0, 0. Lap olsun biraz bu qədər. Bunu standart şəklə gətirməliyim. Vergülü qoymalısın. Hardan? Düz bu 4-ün yanına. Deməli, 4-ü yazıram, 73-ü yazıram, 10 üstünü yazıram. Vergüldən sonra rəqəmləri sayacağım indi. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Üzərinə yazıram 12. Aydın oldu uşaqlar? Bəli, bəli. Bu oldu dedi standart şəkildə yazılışır. Bir də ola bilər bunu tərs şəkildə versin. Məsələn, yazır A bərabərdir 0 tam
Vergül belə olmaz da 0 tamdan vergül olmaz axı demişik də. Birdən böyük olmalıdır, ondan da az olmalıdır. Deməli, vergül düz yerdən qoymayıblar. Biz o vergül düzəltməliyik. Ona görə vergülü gətirirəm düz, bax bu hissəyə. 8 tama. Aydındır mı? Yazıram onda 8 tam 73. Vur 10 üstü. İndi geridən gəldiyimə görə bu vergüllə nöqtə arasındakı məsafəni sizə ədəd var. 1, 2, 3, 4, 5 dənə. Üstünə mənfi 5 yazıram. Çünki geriyə qayıtmışam. Aydın oldu mu? Geri qaydanda Bəli. mənfi olur, üzünə gedəndə müsbət olur. Məsələn, bir dənə də buna aid nümunə yazıram. 0 tam 0, 0, 3, 7, 8, 9. Belə bir şey yazdı. Vergül düz yerdən qoymayıblar. Vergül düzəldirəm, 3-dən qoyamalıyam. 3 tamdan. Onda yazıram bura. 3 tam, 7, 8, 9, 10 üstündə vergüllə vergül arasında Mənfi 2. bir rəqəm var. 1, 2, 3. Üstünə yazıram mənfi 3. Hamıya aydındırmı? Bəli. Bu da oldu dedin standart şəkli yazılışı. Bu getdi. İndi gözləyin görün mən buradan sizə